Salam, əziz izləyicilər. Hər birinizi salamlayıram, xoş gördük. Mən Leyla Cahangirova. Məktəbəqədər MİQ və sertifikasiyaya hazırlanmaqlı imtahan tipli test izahlarının davamını sizə təqdim edirəm. Və düşünürəm ki, bu izahlar sizə imtahanda testlərin düzgün variantını seçməkdə kömək edir. Çünki biz hər bir sualın hansı mövzuya aid olduğu barədə istər-istəməz həmin mövzu ilə bağlı bir neçə də cümlə də olsa, həmin mövzunun izahatını verirəm. Ona görə də əgər mövzuların daha dərindən, daha yaxşı mənimsənilməsini istəyirsinizsə, imtahana tam hazır olmaq istəyirsinizsə, bizim canlı və qrup təlimlərimizə qatıla bilərsiniz. Burada göstərilən nömrələrlə zəng etməklə siz qeydiyyata düşə bilərsiniz. 050 424 0041 055 655 35 86. Elə isə gəlin suallarımıza nəzər yetirək. Birinci sualımız yenə də kurikulumla bağlıdır, yəni təlimin təşkilinə verən tələblərə aiddir. Burada verilir ki, biz uyğunsuzluğu tapmalıyıq. Yəni, verilən hər bir sualdan ancaq uyğunsuzluğu tapmalıyıq. Birincidə deyilir ki, müəllim Laləni düzgün cavab vermədiyi üçün məzəmmət edir. Dəstəkləyici mühit. Bu doğru variant. Yəni, variant olaraq doğrudur. Hələlik düz səhvi qeyd eləyək, sonra isə uyğunsuzluğu axtararıq. Deməli, biz dedik ki, təlimin təşkili tələblərindən biri də dəstəkləyici mühitdir. Dəstəkləyici mühitdə həm maddi-texniki baza, avadanlıq, həm sağlam mənəvi-psixoloji mühit və təhlükəsizlik mühitin təşkili vacib məsələlərdən biridir. Burada da dəstəkləyici mühit pozulur, çünki müəllimə uşağı məzəmmət eləyir. Keçdik ikinci suala. Amma burada biz uyğunsuzluğu götürməliyik. Ona görə də bir variantını götürməyəcəyik. Gəldik ikinci suala. Müəllim uşaqların təhsil nailiyyətlərini qeyd edir, dəyərləndirir və eyni zamanda səhvlərini düzəltmək üçün ona istiqamət də verir. Və biz əgər yadımıza salsaq ki, təlimin, daha doğrusu didaktik prinsipləri yadımıza salsaq və görərik ki, burada uşağın fəaliyyəti səviyyəsi, necə deyilir, müəllim izləyirsə, yüksəliş enişini görürsə, daha sonra zəifləmə nöqtəsini müəyyən edirsə və zəifləmə səbəblərini aradan qaldırırsa və uşağa həm də psixoloji dəstək olaraq onu irəliləməsinə şərait yaradırsa, əlbəttə ki, bu inkişaf yönümlü prinsipə aid olduğu üçün burada isə uşaq yönümlü yazılıb. Bu fikir olaraq düzgün deyil, düzgün olmadığı üçün bizə isə uyğunsuzluğu seçdiyimiz üçün deməli biz nə edəcəyik? 2-ni götürəcəyik. Daha sonra yanlış fikir. Deyir ki, dərman bitkiləri haqqında məlumat verən müəllim onların insan həyatındakı əhəmiyyətini danışmağı unudur. Burada pedaqoji prosesin tamlığı gözlənilib yazılır. Amma əslində gözlənilməyib. Nə üçün? Çünki biz dedik ki, təlim məqsədləri həmişə kompleks şəkildə həyata keçirilir. Yəni, müəllim həm öyrədir, həm tərbiyə edir, həm də inkişaf etdirir. Burada isə bunlardan, yəni inkişaf etdirsə də tərbiyəvi əhəmiyyət unudulub. Ona görə də pedaqoji proses tam olmadığı üçün burada da deyir ki, pedaqoji prosesin tamlığı gözlənilib. Səhv variantdır, amma bunda deyir yanlışdır. Yəni biz bu cavabı da götürmüş olacağıq. 3-ü də götürürük. Və burada 4-cüdə deyilir ki, aplikasiya məşğələsində əli qayçıdan düzgün istifadə edə bilmədiyi üçün əlini zədələyir.
Və burada da nə pozulur? Dəstəkləyici mühit. Fikir olaraq doğru fikirdir, amma bizdən nə istəyir? Uyğunsuzluğu, ona görə də bunu götürməyəcəyik. Yəni, bayaq sadaladığım kimi, burada dəstəkləyici mühitə həm maddi texniki baza, həm sağlam mənəvi psixoloji atmosfer, həm də təhlükəsizlik qaydaları daxil. İndi 2 ilə 3 hansı variantdadır? C variantında. Deməli, cavabımız C variantı. Növbəti sualımıza baxaq. İnteraktiv məşğələ quran müəllim uşağın fəaliyyəti barədə fikir söyləyir, əks əlaqə qurur, rəy bildirir və bu fikirlərdən, yəni verilmiş bu fikirlərdən hansı uşaqların inkişafına təkan verməz? Deməli, hər hansı bir işin, fəaliyyətin nəticəsini yaxşılaşdırmaq məqsədi ilə verilən yeni informasiya nədir? Əlaqə, əks əlaqədir və yaxud da ki, rəydir. Və burada da müəllim deyir, rəy verib, fikir bildirib. Görək, ən yaxşı fikirlər var, hansı uşağın inkişafına təkan verməz. Deməli, biz mənfi fikri axtarıb tapmalıyıq. Yəni, aşağıdan başlayaq, D variantından. Müəllim deyir ki, rəsmi çox yaxşı çəkmisən, rənglərdən istifadə az etmisən, az istifadə edib. Və biraz da rənglərin çalarlarından istifadə etsəydin, daha yaxşı olardı. Deməli, göründüyü kimi, müəllim neynədir? Uşağa konstruktiv rəy verdi. Yəni, uşağın çəkdiyi rəsmi izah elədi, yaxşı çəkdiyini bildirdi və nədən az istifadə etdiyi üçün deyir ki, çalarlardan az istifadə eləmirsən, ona görə də rəsmin o qədər də yaxşı alınmayıb, daha yaxşı alınsın deyə, yəni daha da istiqamət verdi. Yanınıza gəlirsə, biz konstruktiv rəy deyəndə nə demişdik? Həm uşağın fəaliyyətini göstəririk, rəy veririk, düzgün istiqamətləndiриrik, eyni zamanda onun səhvini vurğulayaraq onun aradan qaldırma yolunu da göstəririk. Bu, müsbət fikirdir, yəni bunu götürmürük, bizdən nə istəyir? Mənfi fikir istəyir. İdman məşğələsində müəllim deyir uşağa, hərəkətlərin icrası üçün çox yaxşı cəhd edirsən. Biraz da səbirli olsan, səndə daha yaxşı alınır. Deməli, uşaq artıq bildi ki, mən hərəkəti eləyirəm. Yaxşı cəhdi də uşağın nədir bunun? Ki, cəhd eləyir, çalışır. Amma müəllim də onun bu nöqsanını deyir ki, çünki səbirlisizsən. Səbirli olsan, daha yaxşı nəticə göstərə bilərsən. Bu da bir konstruktiv rəyin nümunəsi. Növbəti varianta baxaq. Qrup işində fəallığın, yoldaşlarına kömək etməyin çox yaxşıdır. Amma səsin çox bərk gəlir. Çalış, gələn dəfə buna diqqət edəsən. Yenə müəllim uşağa nə dedi? Onun fəaliyyətini, yoldaşlarına köməyini vurğuladı, eyni zamanda ona bir irad bildirdi ki, çox bərkdən danışırsan, gələn dəfə bunu nəzərə alsan daha yaxşı olur. Bu da konstruktiv rəydir. A variantına baxsaq görərik ki, müəllim neynir? Ancaq uşağı tərifləyir. Bu da bir növ ego yönümlüdür. Əlbəttə ki, bu rəy uşağı inkişafa aparmayacaq. Çünki biz dedik ki, nə tərif, nə qiymət vermək, bu rəy vermək deyil. Fəaliyyətin qiymətləndirilməsi zamanı verilən rəy uşağı mütləq nə etməlidir? İnkişafa yönəltməlidir. Bax, cavabımız olacaq A variantı. Ancaq deyir ki, sən ancaq yaxşı dedin, ən maraqlı dedin, çox xoşuma gəldi, əladır və salam. Bu uşaqda da bir müddətdən sonra bir ego yaranacaq ki, məndən yoxdur, mən hər şeyi yaxşı bacarıram, müəllim məni təriflədi. Ola bilsin ki, bir dəfə də eləyə bilməsə, istər-istəməz ruh düşkünlüyünə uşaq yarana bilər. Üçüncü sualımıza baxsaq görərik ki, fəal təlimlə bağlı bir sualdır. Yəni, burada bizdən fasilitator müəllimə aid olan fikirləri istəyir. Biz dəqiqə yadımıza salaq görək, fasilitator müəllim kim idi? Əgər fəal təlim mövzusuna nəzər salsaq görərik ki, fasilitator müəllim kimdir? Uşaqlarda təlim prosesində öyrənməyə şərait yaradan, inteqrasiyanı qura bilən, keyfiyyətli təlimin şəraitini yaradan, daha doğrusu dialoq quran, təfəkkürü inkişaf etdirməyi bacaran,
uşağa obyekt deyil, subyekt kimi yanaşan subyekt və bütün bunları ancaq fasilitator müəllim, yəni irəliyə aparan, istiqamət verən, yönəldən müəllimdir. Görək bu fikirlərdə hansında var? Uşaqların dialoji müzakirələrə cəlb etmir. Deməli, bu fasilitator deyil. Yeni sözlərin mənasını anlamasını təmin etmir. Bu da fasilitator deyil. Monoloji nitq. Biz dedik ki, ənənəvi dərsdə daha çox monoloji nitq vardı. Fasilitator, yəni faal dərsdə daha çox dialoji nitqə üstünlük verilir. Bu da deyil. Deməli, cavabımız D variantdır. Burada nə edir müəllim? Birgə öyrənmək üçün mühit yaradır, mövzunu həyatla əlaqələndirir, yəni inteqrasiya edir. Oldu D variantı. Növbəti sualımız Vygotsky nəzəriyyəsinə aiddir. Yəni, Vygotsky nəzəriyyəsinə aid olan fikri biz bu 4 variantdan birini seçməliyik. Burada göründüyü kimi birinci A variantındadır ki, hər bir uşağa uyğun olan mükəmməl təlim tərzini seçmək vacibdir. Təlim tərzini seçmək kimə aiddir? Yəqin ki, yadınızdadır. Bu, Gardnerin nəzəriyyəsidir. Çoxnövlü intellekt nəzəriyyəsidir. Mən 4-cü izahımda bu nəzəriyyə ilə bağlı fikirlər söyləmişəm. Ona baxsanız, nəzəriyyəni orada da olsa şərh eləmişəm. Deməli, bu fikir bizə aid deyil, Vygotsky aid deyil. Növbəti fikir egosentrik düşüncə tərzidir ki, bu da yadınıza gəlirsə Piaget'in nəzəriyyəsinə aiddir. Yəni, Piaget'in 4 mərhələsi, hissi hərəki, ilkin əməli, konkret əməli və formal əməli, mücərrəd də deyilir ona. Bax, bu 4 mərhələlərdən birinə aiddir. Egosentrik düşüncə tərzi də ilkin əməli, deməli, ilkin əməli aiddir, mərhələsinə aiddir. Yəni, burada uşaq davranmaya əsaslanır, qavramaya əsaslanır, məhdud təcrübəyə əsaslanır, egosentrik düşünür, daha sonra belə deyək də, yalnız ona aid olan şeyləri, bu ego, mən mərkəzçiliyi də buna deyilir. Ona görə də bu Piaget nəzəriyyəsinə aiddir, Vygotsky'yə aid deyil. Gəldi, hipotetik düşünür. Eynən bu da Piaget'ə aiddir. Çünki dedi ki, formal əməli nəzəriyyənin formal əməli mərhələsində Piaget'in. Burada mücərrəd, xəyali düşünmək, sistemli düşünmək, deduktiv düşünmək, debatlarda iştirak eləmək və müzakirələrdə iştirak eləmək, əlbəttə ki, bu formal əməli mərhələyə aiddir. Bu şagirdin də formal əməl mərhələsi fikir olaraq düzdür, amma bu Piaget nəzəriyyəsinə aiddir. Bizə isə Vygotsky'ni istəyir. 4-cü variantda isə artıq nədir? Körpü rolu, dəstək, ünsiyyət yaratmaq. Əlbəttə ki, bu variant Vygotsky nəzəriyyəsinə aiddir. Yəni, scaffoldingdən söhbət gedir. Scaffolding nə idi? Körpü, dəstək, istiqamət, sonra tapşırıq zamanı spesifik məqamların izahı, daha sonra məşqələrin prosesini əyaniləşdirmək scaffoldingdir. Uşağın verdiyi suala birbaşa yox, yönəldici cavab vermək scaffoldingdir. Effektiv öyrənmək üçün uşağın qrup yoldaşları ilə birgə işləməsi üçün şərait yaratmaq, bu da scaffoldingdir. Gördüyünüz kimi, yəni burada subyekt-subyekt münasibətləri qurulur, hər iki tərəf aktiv olur. Harda Vygotsky'nin scaffolding dediyi bu yaxın inkişaf zonasında. İzahımız bu qədər. Kanalımıza abunə olmağı, rəy yazmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Gələn izahlarda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.